Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər, əziz şagirdlər və müəllimlər. Deməli, keçən il, yəni 2025-ci ildə 9-cu siniflər üçün keçən buraxılış imtahanının birinci zona suallarının izahına baxacağıq, riyaziyyat suallarının təbii ki. Və buraxılış imtahanı son günlər qalıbdır və siz əgər təkrar eləməmişsinizsə və yaxud da təkrar eləməyə bir vəsait axtarırsınızsa, 9-cu sinif buraxılış sınaq kitabından istifadə edə bilərsiniz. Ekranda görürsünüz. Əksər kitab mağazalarında satışda var, əldə edə bilərsiniz. İçərisində 20 mövzu sınağı var və 20 ümumi sınaq var. Gəlin, baxaq suallara. Deməli, suallara ümumi bir nəzər yetirək, görək bu ildə belə düşə bilərmi? Bu qeyd edeyim ki, birinci zonan suallardır və gəlin bir-bir baxaq. Birinci sualdan başlayırım izaha. Hər kəs diqqətlə qulaq assın. Nə aydın olmasa, əgər bilmərsiniz qeyd edərsiniz. Və eyni zamanda mənə də şəxsdə müraciət edə bilərsiniz. Gəlin baxaq. Deməli, düzbucaqlığın uzunluğu 40 20% azaltdıqda tutaq ki, düzbucaqlığın uzunluğu da 10 deyim, eninə də 10 deyim. Ədəd verə bilərəm, heç bir problem yoxdur. Uzunluğu olsun A1 10, A2 10. Və birinci halda daha doğrusu A1 B1. Hər ikinə 10 götürə bilərəm. Sahə olacaq 100. Niyə 10 götürəm? Sahənin 100 olması üçün. 40% azaldıram. A2 onu 40% azaltmaq, onun 60%-ni tapmaqdır. Olur. Nə olur? 6. Sonra B2 bərabərdir. O biri onu da 20% azaldıramsa, onun 80%-ni tapmaq deməkdir. Bu da bərabərdir 8. İkinci halda sahəm olur 48. 100-dən də 48-ə gəlmişsənsə, deməli 52% azalmalıdır. Çox sadə. Aha. Deməli, davam edək növbəti sualdan. İkinci suala baxaq. Deməli, həcm düsturumuz var bizim. V bərabərdir A kubu. Kubun həcm düsturu. Tilin 2 dəfə artırıramsa, həcmi təbii ki 8 dəfə artacaq. Azalırsa 8 dəfə azalır. Niyə? Çünki kubu ilə düz mütənasibdir. A-nı tillə, tili 2 dəfə artırırsa, bu kub var axı burada. Onda həcm 8 dəfə, daha doğrusu 2 dəfə azalanda həcm 8 dəfə azalmış olur. Baxaq 3-cü suala. Deməli, 3-cü sualda nə idi bizdə? AOB açıq bucaqdır, perpendikulyardır. Bura 25-dir, özü verib. Və AOD-ni istəyir, burada bir alfa desəm. Və açıq bucaq olduğuna görə təbii ki, bunların cəmi bizə nəyə verəcək? 180-i verəcək. Buradan alfa üstə gələk. 9, 10, 11, 115 bərabərdir 180-ə. Alfa da bərabərdir 65. 3-də doğru cavab C variantı. Sonra baxaq 4-cü nömrəli tapşırığa. Deməli, burada bizdən nə deyir? Və bunların ikisindən mən M-i çıxarım. Bunların ikisindən yox. Bunların ikisindən M-i çıxarım önə. Olacaq M çıx N. Bunların ikisindən də mənfi 5-i çıxarım. 5-i çıxarım. Elə 5-i müsbət 5-i çıxarda işarə dəyişməyəcək. Müsbət M qalır burada. Müsbət 5-i çıxartmada burada da mənfi N qalacaq. Aşağıda da olacaq. Deməli, 25 yaza bilərəm 5-in kvadratı. Çıx M-in kvadratı. Belə. Bərabərdir. Yuxarıda yenə də bir ortaq vuruq var. Həmin ortaq vuruğu yenə mötərizə xaricinə çıxaracam. Yəni, M çıxılsın, N-i çıxaracam. M üstə gələk 5. Aşağıda 5 çıxılsın M. 5 plus M. Və burada ixtisarlar gedəcək. Nələr gedəcək? 5 plus M-lər gedir. Yuxarıda qalır deməli M çıx N. Aşağıda da qalır 5 çıx M. Belə bir cavab varmı? 4-də doğru cavab B variantı. 5 nömrəli tapşırığa baxaq. Sadə tənlikdir. Məhsul vurğu tapmaq üçün hasili məlum vurğa bölürəm. 6-nı çöp bölürəm 2. X də bərabərdir 4-də C variantı. 6 nömrəli tapşırığa baxaq. X-i tapın. Tərəf-tərəfə toplayaq. Tərəf-tərəfə toplayanda bunlar islah gedir. 3x bərabərdir 6, x bərabərdir 2. B variantı. Sonra 7 nömrəli tapaq. Qrafik üzərindədir. Üzərindədir sözünün mənası odur ki, məsələn, A variantını gəlin araşdıraq. Görək, üzərindədir nə deməkdir? X-in yerinə 6 yazıram. Y bərabərdir. Mənfi 2 vur 6 plus 6. Bərabərdir. Mənfi 12 üstə gələk 6, mənfi 6.
üzərində idisə, yəni üzərindədirsə 0 alınmalıydı. Amma -6 alındı. Demək bu üzərində deyil. B-ni yoxlayıram. Y bərabərdir. X-in yerinə 4 yazıram. -2 vur 4 plus 6. -8 plus 6 bərabərdir -2. Üzərində olması üçün 9 alınmalıydı. Amma -2 alındı. Deməli üzərində deyil. C variantı. Y bərabərdir. X-in yerinə -3 yazaq. -2 təbii ki burada yazıram. Vurulsun -3. Üstə gələk 6. Bu da bərabərdir. 6 üstə gələ 6 bərabərdir 12. Üzərində olması üçün 0 alınmalıydı, amma alınmadı. D variantına baxaq. Deməli, X-in yerinə -5 yazıram. Burada. Y bərabərdir. X-in yerinə -5 yazıram. -2 vurulsun -5 plus 6. Bərabərdir 10 üstə gələk 6 bərabərdir 16. Üzərində olması üçün 16 alınmalıydı. Həqiqətən alındı. Deməli D variantı üzərindədir. Əslində Y variantını yoxlamağa ehtiyac yoxdur. Amma yoxlayaq. Məsələn X-in Y bərabər. X-in yerinə 0 yazıram. -2 vurulsun 0 plus 6 bərabərdir. 0 üstə gələk 6 bərabərdir 6. 5 alınmalıydı amma 6 alındı. Deməli bu da üzərində deyil. D variantı. 8-ə baxaq. Biri digərinə bölünən ədədlərin əkobu böyükdür, böyük ədədi verir. Və ardıcıl ədədlər qarşılıqlı sadədə əbobu da 1-i verir. 37. Y variantı. 9 nömrəli tapşırığa baxaq. Tənasübdən x tapın. Çarpaz vursan x vur 15 bərabərdir 5 vur 21. 15x bərabərdir. Daha doğrusu elə buradan ixtisar eləməklə tapım da bir də bir-birinə vurmağa ehtiyacım yoxdur. 5 vur 21 böl 15. İxtisar eləyək. Demək bununla bu gedir 5-ə. 1 3. Bununla bu gedir 3-ə. 1 7. 9 doğru cavab C variantı. 20, daha doğrusu 10-a baxaq. İlk 10 natural ədəd içərisində təsadüfən seçilmiş birinin sadədə olması. İlk 10 natural ədəd içərisində ümumi halların sayı olur 10. Seçilən bir dənələr sadə olsun. Sadələri yazıram. 2, 3, 5, 7, 11, 13, 17, 19. Neçədən oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8. 10-da 8. İxtisar gedir 2-yə, 4, 5. Baxaq görək nəyə səhv yazdıq. Deməli ilk 10 natural ədəd hissəsindən təsadüfən seçilmiş birinin sadə olması. 2, 3, 5, 6, 7, 11, 13, 17, 19. 19'a qədər mən niyə getmişəm ki? İlk 10 nənə deyir bizə. 10'da 4 olur. Elə biləm ilk 20 deyir. 2 ixtisar eləsəm 5, 2 ixtisar eləsəm 2. Y variantı. Sonra deməli 11 nömrəli tapşırığa baxaq. Mərkəzi O nöqtəsində olan çevrədə ABO 22 dərəcədir. Bura 22-dir. Sonra ACO bura 28-dir. Məndən bura bir alfa desəm BAC-ni istəyir. O zaman bura olacaq 2 alfa. Niyə? Çünki mərkəzi bucaq söykənliyi qövsünün yarısıdır. Daha doğrusu daxilə çəkilmiş bucaq söykənliyi qövsünün yarısıdır. Mərkəzi bucaq isə söykənliyi qövsə bərabərdir. Onu burada olur 2 alfa. Şu anda bizim burada ən mühüm bir xassəmiz var. Mühüm xassəmiz nədir? Deməli 2 alfa bərabərdir. Çöldəki bərabərdir. İçəridəkilərin cəmi. Bu xassəni yadda saxlasaz işinizə yarayacaq hər zaman. Yəni bu bərabərdir. Bunların üçünün cəminə hər zaman. Buradan deməli 2 alfa minus alfa bərabərdir. 22 28 50. Alfa da bərabərdir 50-yə. Bizdən də zaten BAC-ni istəyirdi. A variantı. 12 nömrəli tapşırığa baxaq. Tərəfi 12 cm olan kvadratın perimetrini tapın. P bərabərdir 4A düsturuna görə. 4 vurulsun 12 bərabərdir 48. D variantı. 13 nömrəli tapşırığa baxaq. 13 nömrəli tapşırığa baxaq. Deməli nə deyir burada? Sadə hesablamadır. 56
Vurulsun mənfi 15. Heç bunu belə yazmağıma ehtiyac yoxdur. Bununla bunu ixtisar edeyim. Burada qalacaq 4. Deməli 4'ü mənfi 15'e vuranda mənfi 60. Aşağıda nə qalır? 20 çıxılsın 5'i 10'a vuranda 50. Mənfi 30. 60 ilə mənfi 30'a böləndə düşür 2. E variantı. Çox əldisin vuruqları ayır. Nədə burada ortaq x plus y-i görürük. Da biz bunu vuruqları ayırsaq. C minus D. X üstə gəlir y vurulsun C minus D. 14'də doğru cavab A variantı. 15'e baxaq. A ilə B-nin kəsişməsi. A ilə B-nin kəsişməsinə görə nələrə aiddir? A ilə B-nin kəsişməsi. Deməli 1 var hər ikisində. Sonra 2 var. Sonra 3 yox, 3 yoxdur, 4 yoxdur, 5 var. 5 var. Deməli, deyir ki, A ilə B-nin kəsişməsində nələr var? Nəyi tapdıq biz? 1, 2 və 5'i tapdım, düzdür? İndi mənə deyir ki, kəsişmədə olsun, amma C-də olmasın. Hansıdır? 1 C-də də var, atdım. 2'dir. Kəsişmədə var, amma C-də yoxdur. Bir də 5'dir. Kəsişmədə var, amma C-də yoxdur. 2 və 5. B variantı. 16 nömrəli tapşırığa baxaq. Gəlin bunu açaq. 10A plus B üstə gələk 10B plus A bərabərdir 88 vurulsun A minus B. Deməli 11A üstə gələk 11B bərabərdir 88 vurulsun A minus B. Bunun hər tərəfin gəlin 11'ə bölək. A plus B bərabərdir 8 vurulsun A açıq B. Hər tərəfini böldüm 11'ə. Bura qaçaq. A üstə gələk B bərabərdir 8A minus 8B. Deməli B üstə gələk 8B 8A minus A. Bu olur deməli 9B bərabərdir 7A. Burada A və B rəqəm olduğu. Əslində mən yazmalıyam belə. B bərabərdir 7A, B bərabərdir 7K, A bərabərdir 9K. Amma A və B rəqəmi olduğuna görə biz K'ya ancaq bir şərtin verə bilər, bir ədədin verə bilərik. B olur 7, A olur 9. Biz öndə A, B-nin isti. Birinci A-nı yazmalıyam. 9 sonra da 7. 97. 17 nömrəli tapşırığa baxaq. Qarşı təpələrindən biri koordinat başlanğıcına, digəri 8-8 nöqtəsi olan kvadratın sahəsini tapın. Gözəl bir sual oxşuyur. Gəlin baxaq. Deməli, belə. X, Y. Qarşı təpələrindən biri koordinat başlanğıcında. Yazın gəlişi bilinir ha. Quşlar başlayıb artıq. Deməli, biri koordinat başlanğıcında, digəri 8-8. Bura 8 olsun, burada olsun -8. Bu da olsun 8. Düzdürmü? Gəlin bunları birləşdirib burada bir kvadrat yaratmağa çalışaq. Deməli. Aha. Qarşı təpələrindən biri koordinat başlanğıcında buradadır. Digəri isə buradadır. Kvadratın sahəsini tapın. Uşaqlar, biz kvadratın sahəsini tapmaq üçün biz tərəfləri bilməliyik. Mən məsafə olaraq düşünəsi olsam, məsafə olaraq düşünsəm əgər, buradan bura qədər 8 isə məsafə olaraq bura 8 götürə bilərəm mən. Bura -8 isə məsafə olaraq mən buranı da 8 götürə bilərəm. Məsafədə mənfi nəzərə alınmır. Eyni zamanda 8 isə bu da 8-dir. Yuxarı 8-dir, bu da 8-dir. Kvadratın tərəfi 8 olduğuna görə onda pervi yoxsa sahəsi S bərabərdir A kvadratı. Bu da bərabərdir 8'in kvadratı 64. 17 doğru cavab 64. 18 nömrəli tapşırığa baxaq. Gəlin bunları biz ortaq məxrəc eləməyək. Bunu mötərizədən vuraq asaq. 2'ni vuracam buna, buna və buna. Vuraq. Deməli 2 vurulsun. 2/185'in kvadratı bölünsün 2. Plus 2 vurulsun. 7/115'in kvadratı bölünsün 2. Üstə gələk. 2 vurulsun. 2/185 vurulsun 7/115. Bundan bu gedir. Bundan bu gedir. 2/185'in kvadratı üstə gələk.
7 tam %15'in kvadratı üstə gələk 2 vurulsun 2 tam %85 vurulsun 7 tam %15. Bu da nədir? Müxtəsər. 2 tam %85'in üstə gələk 7 tam %15'in çöldən kvadratı. Bunları da toplayanda nə eləyir? 10 eləyir. Kvadratı da olur 100. Doğru cavabdır. Belə. 19 nömrəli tapşırığa baxaq. Deməli, bu məsələdə bu çox maraqlı bir sualdır. Burada bir neçə hal var bizdə. Baxın, deyir x plus y plus z cəminin kiçik qiyməti. Əslində sən burada halları da araşdıra bilərsən. Məsələn, birinci hal olaraq x-ə məsələn 1 versən, çünki natural deyir, başqa bir şey verə bilmərsən burada. X-ə 1 versən y olacaq 6. Burada y-ə 6 versən z olacaq 3. Bunların cəmi nə eləyir biz? X plus y plus z bərabərdir 10-a. Gələn kiçik bu olacaq, mənə elə gəlir ki. Necə ikinci hala baxaq. Məsələn, x-ə burada mən 2 də verə bilərəm. X-i 2 versəm artıq y avtomatik olur 3. Y-ə burada 3 versəm z olur 6. Bunların cəmi nə olacaq? 11. Z-i mən həmsinin ən kiçiyinə baxmalıyam. Üçüncü halda, məsələn, x-ə sən verə bilərsən 1'i verdim, 2'yi verdim, 3 verə bilərsən. X-ə 3 versən, y olacaq 2. Y 2 olsa burada. Burada y 2 tapdım mən. Y 2 olsa z-də nə olacaq? 9 olacaq. Buradan cəm x plus y plus z cəmi nə olacaq bizdə? 14. Məsələn, başqa bir qiymət də verə bilərəm. Məsələn, dördüncü hal olaraq x-ə mən nə verə bilərəm? 6 verə bilərəm. X-ə 6 versəm y olacaq 1. Burada. Z da olacaq burada. Y-ə mən 1 versəm olacaq 18. Bunun cəmi tamamilə böyür. Bu da bərabərdir 25. Yəni ən kiçiyi nə olur? 10 olur. Yəni əmin deyilsinizsə yazdığınızda belə yoxlaya bilərsiniz. 20 nömrəli tapşırığa baxaq. Bərabər tərəfli element üçbucağının sahəsi bərabər tərəfli ABC üçbucağının sahəsindən 16 dəfə böyükdür deyir. Gəlin baxaq. Gəlin 2-dən üçbucaq çəkək. Görək bizə nə deyir. Ümumiyyətlə, bərabər tərəfli üçbucağın sahə düsturunu biz əzbər bilməliyik bu arada. Bunu nəzərinizə çatdırım. Çünki əslində əzbər bilməmiş də düsturda çıxartmaq olar, amma bilsəniz daha yaxşıdır. Baxın, burada deməli bu element üçbucağı olsun. Element üçbucağı olsun. Bu da olsun ABC üçbucağı. Bizə deyir ki, ABC üçbucağın perimetri 9 ise təbii ki, tərəfimiz 3 olmalıdır. Niyə? Çünki bütün tərəflər bir-birinə bərabərdir və 9'u 3 yerə bölürəm. Hərəsinə düşür 3. Element üçbucağının tərəfini tapın. Element üçbucağının tərəfinə deyək A. S element bərabərdir. Bərabər tərəfli üçbucağın sahə düsturu var bizdə. Deməli, A kvadratı kök 3 böl 4. Siz əgər bunu belə istəmirsinizsə, burada bir hündürlük çəkə bilərsiniz. Bu hündürlük həm median, həm pəmbələn kimi qəbul edib, həmin o bildiyiniz AH bölü 2 düsturundan çıxara bilərsiniz. A kvadratı kök 3 böl 4. SABC-nin sahəsini gəlin biz hesablayaq. SABC-nin sahəsini hesablayaq. SABC-nin sahəsi yenə tərəfin kvadratı, 3'ün kvadratı kök 3 bölünsün 4 düsturu ilə. İndi mənə deyir ki, LM-in üçbucağının sahəsi ABC-dən 16 dəfə böyükdür. LM-in, yəni A kvadratı kök 3 bölünsün 4 bölək 3'ün kvadratı kök 3 bölünsün 4 bərabərdir 16. Yəni LM-in ABC-dən 16 dəfə böyükdürsə, bir kəmiyyət digərindən 2 dəfə böyükdürsə, böyük kiçiyə bölüb həmin ədədə bərabər edirəm. Biz də bilirik ki, böləndə çarpaz çevirib, yəni tərsinə çevirib vururuq. A kvadratı kök 3 böl 4. Tərsinə çevirəndə 4 qalxır yuxarı, 9 kök 3 düşür aşağı. Bərabərdir 16. Gəldik ixtisarlarımıza aparaq. 4'lər gedir, kök 3'lər gedir. Qalır A kvadratı böl 9 bərabərdir 16. A kvadratı bərabərdir, çarpaz vurursam 144. A da bərabərdir 12'ye. Vəssalam. İkincinin birinci element üçbucağının bizdən tərəfini istəyirdi, 12 tapdıq. 21 nömrəli tapşırığa baxaq. Deməli, biz nə görürük? Yuxarıda hasili görürük, x, y hasilini görürük.
Yəni 5 minus 2 kök altı 6 vurulsun 5 plus 2 kök altı 6 bölək. Aşağıda da cəmi görürük. Cəm də nədir? 5 çıxılsın 2 kök altı 6 üstə gələ 5 plus 2 kök altı da 6. Deməli A çıx B, A plus B. Yəni birincinin kvadratı çıx ikincinin kvadratı. Aşağıda da nə olur? Aşağıda da bunlar gedir, islah olunur. 5'in üstündə 5, 10. 25 çıxılsın. 2'nin kvadratı 4, kök altı 6'nın kvadratı 6 böl 10. 25 çıxılsın 24 böl 10. Deməli 1 böl 10 bu da bərabərdir 0,1. Deməli doğru cavab 0,1. 21 0,1. 22'ye baxaq. Artıq 22'dən başlayır ətraflı yazılı cavab tələb olunan tapşırıqlar. 2 yeşikdə birlikdə 50 kiloqram qənd var. Hər gün birinci yeşikdən 3 kiloqram, ikinci yeşikdən 2 kiloqram qənd götürdülər. 6 gündən sonra yeşiklərdə bərabər miqdarda qənd qaldı. Əvvəlcə birinci yeşikdə neçə kiloqram qənd var idi? Tutaq ki, birinci yeşikdə olsun 2 kiloqram qənd. İkinci yeşikdə olsun y kiloqram qənd. 2 yeşikdə birlikdə 50 kiloqram qənd var. X plus y bərabərdir 50. Hər gün birinci yeşikdən 3 kiloqram götürmüşəm, olur x minus 3. İkinci yeşikdən də 2 kiloqram götürmüşəm, olur y minus 2. 6 gündən sonra olur 6 vurulsun x minus 3 birinci yeşikdən. Və o birisi də 6 vurulsun y minus 2. 6 gündən sonra qaldı. Qalan bu idi da. 3 götürmüşəm. X minus 3 burada qalır. Y minus 2 burada qalır. Və 6 gün dediyinə görə 6'ya vururam. Qalan qəndlərin miqdarı bərabər oldu. Bərabər oldu. Belə. 6 gündən sonra. Bunu hər tərəfdən altına atsam x minus 3 bərabərdir y minus 2. Buradan x minus y də bərabərdir 1'ə. Mən burada səhvə yol verdim. Səhvə yol nəyə səhv dedim? Baxın. Hər gün 3 kiloqram götürmüşəmsə 6 gündə 18 kiloqram bundan götürmüşəm. İkincidən 2 kiloqram qənd götürmüşəmsə 6 gündə 12 kiloqram da bundan götürmüşəm. Qalanı tapmaq üçün x çıxılsın 18. X var idi 18 kiloqram götürmüşəm. Bərabərdir y minus 12. Bax belə olmalıdır. Belə olmalıdır. X üstə gələ y bərabərdir 50. Burada da x minus y də bərabərdir 6'ya. Tərəf-tərəfə toplasam 2x bərabərdir 56. X də bərabərdir 28'ə. Birinci yeşikdə neçə kiloqram qənd var idi? Elə 28. Orada mən biraz şərti səhv oxudum. Çünki mənə demir ki, mənə deyir ki, hər gün 3 kiloqram götürüb 6 gündən sonra 18 kiloqram götürmüşəm mən. Bunu diqqətli saxlayın. 23 nömrəli tapşırığa baxaq. Satıcı birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Bu məşhur sual idi da. Bu o vaxtda da belə deyək, imtahandan sonra kifayət qədər müzakirə olundu. O məşhur suallardan idi. Gəlin görək burada bizə nə deyir? Deyir ki, 12 qəpiyə alıb 15 qəpiyə satır. Satış zamanı 5 şar partlamışdır. O bütün şarların alqı-satqısından 6 manatdan çox gəlir əldə edərsə, ən azı neçə şar alıb satmışdır. Gəlin bunun aldığı şarların sayına. Aldığı şarlar olsun x. Aldığı şarlar olsun x. 12 qəpiyə alıbsa bu 12x sən xərcində də 12 qəpiyə alımsan. Biri x dənə şar var 12 qəpiyə alımsan və 15 qəpiyə satmısan. 15 qəpiyə satır. Satış zamanı 5 şar partlamışdırsa bu 5 şardan sənin işin yoxdur da 5 şar partlayıbdır. Deməli sən burada
15 qəpiyə almısan, 12 qəpiyə almısan, 15 qəpiyə satmısan. Ümumi 2 dənə şarın var. Deməli sən 5 dənəsini satmamısan da. Sən ümumi şarların sayından 5-in çıxmalısan satış zamanı. Çünki 5-i partlayıbdı satış zamanı və 15 qəpiyə vururam 15-ə. Və bütün şarların alqı-satqısından 6 manatdan çox gəlir əldə etmişəm mən. Və gəlir nədir? Ümumiyyətlə mən gəliri necə tapıram? Satdığım qiymətdən aldığım qiyməti çıxmalıyam da mən. 600 manatdan çox, 6 manatdan çox o deməkdir ki, 6 manatım 600 qəpikdir da bizə. Biz qəpiklə işləyirik deyə bunu qəpiyə çevirməliyik. Böyükdür 600. Gəlin bunu hesablayaq. 15x çıxılsın 75 çıxılsın 12x böyükdür 600-dən. Buradan deməli 3x böyükdür 675, x də böyükdür 225. Və belə olan halda 225-dən böyük şarların sə natural ədəd olmalıdır deyə 226 dənə. İndi orada bəzi şagirdlər, bəzi müəllimlər eyni zamanda imtahanda da məsələn 226 götürməyib. Məsələn 5 şar partlamışdı deyə 221 götürübdü. Yəni burada bizə ən azı neçə şar alıb satmışdır deyə. Yəni həm alır, həm satar. Burada biz yəqin ki partlamanı nəzərə almırıq. Ona görə 226 kimi götürə bilərik cavabımızı. Sonra 24 nömrəli tapşırığa baxaq. Düzbucaqlı üçbucaq katetlərin biri digərini 2 cm böyük, hipotenuzdan 2 cm kiçikdir. Bu 6, 8, 13 bucağıdır da bizdə. 6, 8, 13 bucağıdır. Bunu əzbər şəkildə də yaza bilərsiniz. Əzbər şəkildə yazmaya da bilərsiniz. Məsələn, bura bir x yazsam, katetlərin biri digərini 2 cm böyük. Bura x plus 2 yaza bilərəm. Hipotenuzdan isə 2 cm kiçikdir. Bu hipotenuzdan 2 cm kiçikdirsə, hipotenuz bundan 2 cm böyükdür deyə bunun üzərinə 2 gəlirəm mən. Yəni bu olur x plus 4. Sən bunu yenə də dediyim kimi Pifagorla da yaza bilərsən. İndi bu ətraflıdır deyə ətraflıya düşən sualı Pifagorla yazaq. Hipotenuzun kvadratı. İndi deyə bilərsiniz ki, niyə biz bu tərəfdən getmədik? Məsələn, deyir ki, biri digərindən 2 cm böyük, hipotenuzdan 2 cm kiçikdir. İndi deyə bilərsiniz ki, bu hipotenuzdan 2 cm kiçiksə, buradan nəzər alıb x plus 2 də yaza bilərəm. Nə tər hipotenuz katetə bərabər ola bilər? Ona görə biz bununla elə bil ki, x kateti ilə yox, x plus 2 kateti ilə işləyirik. Deməli, hipotenuzun kvadratı bərabərdir katetlərin kvadratları cəmi. Hipotenuzun x plus 4-dür. X üstə gələ 2-nin kvadratı. X kvadratı üstə gələ 8x üstə gələ 16 bərabərdir x kvadratı plus x kvadratı üstə gələ 4x üstə gələ 4. Hər tərəfdən x kvadratdan islah eləsəm, qalır 8x üstə gələ 16 bərabərdir x kvadrat üstə gələ 4x üstə gələ 4. Hər birini sağa yıxsam, x kvadrat üstə gələ 4x üstə gələ 4 çıx 8x çıx 16 bərabərdir 0. X kvadratı çıxılsın 4x çıxılsın 12 bərabərdir 0-a. Bir köküm olur 6, bir köküm olur -2 viyetə görə. Toplayanda 4 edir, vuranda -12. X oldu 6. Bizdən nə istəyir? Hipotenuz 6 üstə gələk 4 bərabərdir 10 doğru cavabımdır. Sonuncu 25-ci suala baxaq. Şəkildə verilən fiqurlardan BC parçası mərkəzi O nöqtəsində olan BC qövsünün uzunluğu. Bir dəqiqə. Şəkildə verilən fiqurda BC parçası mərkəzi O nöqtəsində olan yarımçevrənin diametridir. BC qövsünün uzunluğu 4π'dir. BC qövsü yarım dairədir. O zaman ümumi 2 π'dirsə yarım olanda πr olur. Yəni yarım çevrə daha doğrusu. Yarım dairə yox, yarım çevrə. Πr bərabərdir 4π'yə. P'lər gedir r bərabərdir 4'ə. Yəni burada 4'dür, burada 4'dür. Sırf toplu sualıdır. Copy paste edib yapışdırıblar ora. O da 6'dır. Verilən fiqurun sahəsi. Birinci biz bu yarım dairənin sahəsini tapaq. Tam πr kvadratıdır. Yarım dairədə πr kvadratı bölü 2 olacaq. Radiusum mənim 4'dürsə, olacaq pi vurulsun 4'ün kvadratı bölü 2 bərabər 8π'yə S1.
Burada olsun S2. S2 də bir üçbucaqdır. Tərəf 8-dir. Bu tərəf 8-dən hündürlük 6-dır, yarısı 24. Ümumi sahəm də mənim S1 üstə gələ S2-dir. Bərabərdir 8 pi üstə gələ 24. Doğru cavabımız. Belə, birinci zona bütün suallarına baxdıq. Birinci zonadan biz belə bir qənaətə gəlirik ki, bir dənə problemli sual var idi bizə, 23-cü sual. Qalan hamısı yazılı sual tipləri. Yəni sırf imtahandan qiymət almaq istəyən şagirdlər üçün çox gözəl bir imtahandır. Sırf yüksək bal yığmaq istəyən şagirdlər üçün də gözəl bir imtahandır. Yəni acınacaqlı sual tipləri yoxdur. Belə, uğurlar, növbəti izahlarda görüşərik.